Abone olun, like edin, rey yazın, video linkini paylaşın. Sağ olun. Salam değerli 8-ci siniflər. Bugün 6-cı bölmədən artıq mövzu izahları və sualları izahlarına başlayırıq. Deməli, birinci mövzumuz turşular haqqındadır. Turşular haqqında qısa bir məlumat verim. Deməli, turşular ümumiyyətlə nədir? Biz hansı maddələr turşu deyə bilərik? Tərkibində hidrogen və ona birləşmiş atom və yaxud da atomlar qrupu olan birləşmələrə turşular deyilir. Turşular özləri oksigen olub olmamasına görə ikiyə bölünür. Bir oksigensizlər, bir də oksigenlilər. Oksigensizləri adlandırdıqda sonda id şəkilsi olur. Məsələn, bu olur xlorid. H2S oksigensizdir. Bu olur sulfid və yaxud da H-brom. H-brom qısa oxunuşdur, H-klor qısa oxunuşdur, H2S qısa oxunuşdur. Amma adlandırma deyəndə artıq bunların adını biz belə deyirik. Bu olacaq bromid. Adı bunun budur. Qısa oxunuşu isə H-brom gedir. Bəzi uşaqlar çünki bunu soruşanda sualı başa düşmürlər. Ona görə bu əlavəni də etdim sizin üçün. Oksigenləri adlandıranda isə oksigenlərin sonunda ya ad, ya da it görəcəksiniz. Bu, yəni id-yə görə fərqləndirə bilərsiniz. Məsələn, H2SO4 sulfatdır. Burada sizdə geniş izah yoxdur adlandırmaya uyğun. Sadəcə bir neçə nümunə verilib. Və ona görə də geniş izah eləmirəm. Mən də sizin üçün sıxıcı olmasın deyə. Burada məsələn, kükürt müsbət 6 oksidaşma dərəcəsidir. Burada müsbət 4. Əgər oksidaşma dərəcəsi yüksək olansa, o zaman sonda at şəkilçisi olur. At itdən böyükdür, belə deyətdə saxlaya bilərsiniz. H2SO3-də isə müsbət 4-dür, altdan kiçikdir. Burada isə olacaq it şəkilçisi, sulfid. Sonra burada sirkə turşusu var ki, bu üzvü turşulara aiddir. Həmçinin qüvvətliliyinə görə də biz turşuları təsnif edə bilərik. Sulfat turşusu qüvvətli turşudur. Sonra karbonat turşusu zəif turşudur. Məsələn, metasilikat turşusu var. Bu çöküntüdür, suda həll olunur, bərk haldadır. Sonra orta fosfat turşusu bərk haldadır. Sulfat turşusudur, nitrat turşusudur. Bunlar maye haldadır. Xlorид turşusu isə əslində H-xlorun suda məhluludur, amma onu da maye kimi qəbul edirik. Və bərçalda molekulyar kristal qəfəs əmələ gətirir. Bir də təsnifatı biz turşuların əsaslarına görə ayırırıq. Turşuların əsaslığı onun tərkibindəki metalla əvəz oluna bilən hidrogenə görədir. Və yaxud da sizin kitabda belə verilib, hidroksid qruplarının sayına görə. Burada onsuz da ki, sadəcə 2 dənə turşuda istisna var. Qalan turşularda hidrogenin sayını necə görsəz, əsaslığı da ona bərabərdir. Məsələn, H-xlorda bir dənə H görürsünüz. Bu olur 1 əsaslı. H2SO4-də 2 dənə hidrogen görürsünüz. Bu olur 2 əsaslı. Hidroksid deyəndə burada OH-ı nəzərdə tutulur. Yəni oksigenə birləşmiş hidrogen sayı. Burada məsələn H2SO4-ün açıqlışını verib. Bunu daha belə sadə formaya gətirsək, turşunun əsaslığını təşkil edən hidrogenlər oksigenlə birləşir. Sonra o oksigen mərkəzi atomla, yəni kükürdlə, yerinə isə oksigen qaldı 2 dənə. Onlar da oksigenlə 2 ekvivalentlidir bildiyiniz kimi kükürdə birləşirlər. Baxın, bu hidrogenlər metalla əvəz oluna bilir. Burada istisna H3PO2 və H3PO3-dədir. İndi bunların açıq quruluşu yazacağım və siz orada fərqi görəcəksiniz. Hidroksid qrupu hansında var, hansında yoxdur. H3PO2 bir əsaslıdır. Bu bir əsaslıdır. Yəni, buradakı bircə dənə hidrogen metalla əvəz oluna bilir. Buradakı bircə dənə hidrogen oksigenə birləşir, açıq quruluşu yazarkən. Digər gerdə qalan hidrogenlər birbaşa fosfora birləşir. Bunun quruluşu olur belə. Görürsünüz, burada OH qrupu bir dənədir. Ona görə bir əsaslıdır. H3PO3 isə 2 əsaslıdır. Yəni, burada 2 dənə hidrogen oksigenə birləşir. O oksigenlər fosfora, bir dənə oksigen qaldı və bir dənə də hidrogen qalmışdır. O da birbaşa fosfora birləşir. Gördüyünüz kimi, burada da hidroksid qrupu 2 dənədir. Ona görə də olur 2 əsaslı.
Elektrolitik dissosiasiya haqqında da burada məlumat verilib. Bu deməli qurğunu verir bizə. Ümumiyyətlə biz bir əsaslı turşu götürürüksə, dissosiasiya nədir? İyonlarına ayrıla bilirsə maddə. Bu dissosiasiya eləyə bilən maddədir. Bunlar elektrolit adlanır. Amma dissosiasiya eləyə bilmirsə, məsələn, bayaq dediyim H2 silisium O3 bu çöküntüdür. Suda məhlulluğu iyonlarına dissosiasiya edə bilmir, yəni iyonlarına ayrıla bilmir. Ona görə də bu qeyri-elektrolit götürülür. Bunu suda məhlulu elektrik cəryanına keçirmir. Və yaxud da karbonat turşusu götürsək, bu karbonat turşusu zəifdir. Suda dissosiasiyası da zəif olur. Yəni orta qüvvətli elektrolit kimi də gedə bilər. Qüvvətli elektrolit, orta qüvvətli, zəif elektrolit bu formatda bölünür. Burada da çox məlumat yoxdur ona görə. Ətraflı danışmaq istəmirəm, sizi yormaq istəmirəm. İyonların ayrılma prosesi necə olur? Deməli, turşularda hidrogen katyonu olur. Turşu qalığı hissəsi isə mənfi yüklü olur. Yəni bu mənfi yüklü olan aniondur, müsbət yüklü olan da katyondur. Dissosiasiya prosesində də maddə katyon və anionlara ayrılır. Burada bir əsaslı olduğu üçün bir mərhələdə gedir dissosiasiya, amma sulfat turşusu yazsaq H2SO4 bu mərhələli gedəcək. Əvvəlcə hidrogenin biri ayrılır, sonra isə ikincisini. Sonra sulfat iyonu alınır. Burada bu arada turşunun adı ilə adlandırırıq. Anionu da sulfat iyonudur bu xlorid iyonudur və s. Əlbəttə biz bunu birbaşa da yaza bilərik. Məsələn, suallarda neçə mərhələdə dissosiasiya etməyi soruşur. Onun aydın məsələdir. Hidrogenin sayına görə tapırsınız. Amma bayaq dediyim kimi o H3PO3 və H3PO2 dissosiasiya mərhələsi hidrogen sayına bərabər olmayacaq. Bu iki əsaslı idi, iki mərhələdə dissosiasiya edir. Bu isə bir əsaslıdır, bir mərhələdə dissosiasiya edəcək. Yəni buradan bircə dənə H müsbət ayrıla bilir, birinci mərhələdə ayrılır. Buradan isə iki dənə hidrogen ayrıla bilir, o da iki mərhələdə ayrılacaq. Birbaşa yazsaq, bu formada yazacağıq. 2 dənə hidrogenin müsbət katyonu var və SO4 2 mənfi anionu olmuş olacaq. Deməli, bu turşuların dissosiasiyası zamanı əmələ gələn hidrogen müsbət ionu hesabına da məhlulda turş mühiti yaranır. Karbonat turşusu məsələn zəifdir. Lakmusu ora əlavə eləsəz, çəhrayı rəngə boyayacaq. Və yaxud da metilsilikat turşusu bayaq dediyimiz kimi o həll olmur, çöküntüdür. Hidrogen müsbət ionu əmələ gətirə bilmir. Ona görə ümumiyyətlə rəngi dəyişmir. Burada turş mühiti müəyyən etmək üçün müəyyən biz maddələrdən, vasitələrdən istifadə edirik. Universal indikatordan istifadə etdikdə, əgər baxın bu qabın içərisində turşu varsa, mühit turşdursa, qırmızı rəngə boyayacaq. Sonra göy lakmus kağızı görürsünüz, qabın içərisinə əlavə etdikdən sonra qırmızı rəngə boyanır. Metil oranj turş mühitdə qırmızı rəngə boyanır və pH metr. Bu da qurğuda deməli, əgər burada göstərici var da, 7-dən kiçikdirsə, bu olur turş mühit. 7-yə bərabərsə neytral mühitdir. 7-dən böyükdürsə əsasi mühit olacaq. Bir də anod katod məsələsinə də baxaq. Burada yuxarıda daha elektrodlar. Deməli, bu qurğuda 2 dənə elektrod olur. Baxın, bunlar elektrodlardır. Biri müsbət yüklüdür. Müsbət yüklü olan anoddur. Mənfi yüklü olan katoddur. Siz bilirsiniz də mənfi müsbəti cəzb edir. Baxın, bu katod mənfi yüklüdür. Müsbət yüklü olan hissəciklər hansılar idi? Katyonlar. Katyonlar müsbət yüklüdür. Katyonlar katoda doğru gedir. Anionlar isə mənfi yüklüdür axı. Müsbətə doğru gedirlər. Anionlar mənfi yüklüdürlər. Və burada əgər anion katyon əmələ gəlirsə, lampa yanır. Yox, əmələ gəlmirsə, lampa yanmır. Məsələn, asitat turşusudur, zəif turşudursa, onda lampa zəif közərir. Mövzudan bu qədər. İndi isə gəlin suallara baxaq bir yerdə.
Öyrəndiklərinizi tətbiq edin hissəsindən başlayaq. Birinci sualdan eyni sayda sulfat və nitrat turşusu molekullarının tam dissosiasiya ilə alınan ümumi iyonların say nisbəti necə olar? Cavabınıza əsaslandırın. Deməli, eyni sayda deyil, eyni mol sayda götürsək, məsələn, 1 mol sulfat turşusu götürsək, 1 molekul sulfat turşusu götürsək, 1 molekulda deyək HNO3 götürsək, baxaq, burada ümumi dissosiasiyadan neçə dənə hidrogen iyonu alınır? 2 dənə hidrogen iyonu alınır və SO4 mənfi alınacaq, 2 mənfi. Sonra, burada isə hidrogen müsbət, üstə gəl NO3 mənfi alınmış olacaq. Bir də sizə onu deyim ki, bu 2 mənfi olmağın halından bilirik. Həm oksidaşma dərəcəsi, həm də valentlik burada hidrogen sayına üst-üstə düşür. Yəni, hidrogen sayını 2 görürsünüzsə, bu deməli SO4 turşu qalığının valentliyi 2-dir. Oksidaşma dərəcəsi də mənfi 2-dir. Çünki hidrogen turşularda müsbət 1 olur. Baxın, burada da müsbət 1-dir. NO3 turşu qalığının oksidaşma dərəcəsi mənfi 1-dir. Valentliyi də 1 olmuş olacaq. Ona uyğun yadda saxlaya bilərsiniz. Bu arada katyon anion məsələsində uşaqlar bəzən kükürdü. Burada oksijeni ayrı sayırlar. Xeyr, bu özü bütövlükdə aniondur. Biz buna bütöv baxırıq. Burada deməli, neçə dənə katyon görürsünüz? 2 molekul katyon, bir də SO4. Yəni, cəmi olur 3. Bəs burada katyon 1, NO3 1. Burada isə 2. Ayrı-ayrıqda, yəni azotu, oksijeni saymırıq burada. Ümumi baxırıq bu aniona və katyona. Deməli, nə deyir? Tam dissosiasiyadan alınan ümumi iyonların say nisbəti necə olar? Deməli, yuxarıda 3-dür, aşağıda 2-dir. Və yaxud da burada indi biz bilmirik neçə molekul götürmüşük. Bunu eyni sayda dediyi üçün bunu da x götürsək, bunu da götürsək, bu olacaq 3x, bu da olacaq 2x. Bu da yəni sonda bizə verəcək nə? 1/5. Say nisbəti olur 1/5. Cavabınızı əsaslandırın deyir. Yəni, bu yazdığım yerə cavabınızı əsaslandırmaq üçün kifayət edir. Bu yuxarıda yazılan tənlikləri yaza bilərsiniz. İkinci, şagirdlər X, Y və Z maddələrini ayrı-ayrı qablarda distilli olunmuş suda həll etdilər. Distilli olunmuş su niyə yazıb bura? Çünki biz adi istifadə edilmiş suyun tərkibində başqa maddələr olur, həll olunmuş iyonlar olur. Ona görə də distillə suyu isə içərisində sadəcə H2O-dan ibarətdir. Başqa bir şeylər olmur və o lampanın közərməsinə də təsir eləmir. Məsələn, distillə olunmuş su elektrik cəryanını keçirmir. Amma distillə olunmamış bizim məsələn krandan gələn su elektrik cəryanını keçirdir. Çünki o suya görə deyil elektrik cəryanının keçirməsi. Tərkibində başqa həll olunmuş iyonlar olur, duzlar olur. Ona görə də elektrik keçirən onlardır. Distillə olunmuş sudan istifadə edirik. Bu məhlulların elektrik keçiriciliyini yoxladıqda nəticə şəkildə kim oldu? Bu təcrübədən hansı nəticələr çıxar? Baxaq. X maddəsi görürük. Lampaya baxaq. Lampa yandı mı? Yox. Demək ki, X qeyri-elektrolitdir. Qeyri-elektrolitdir. Yaza bilərsiniz, məsələn, çöküntüdür. Elektriki keçirmir. Belə də yaza bilərsiniz. Y-ə baxaq. Y-lə, daha doğrusu Z-i müqayisə edin. Hansı parlaq yanır? Y, düzdür mü? Y qüvvətli elektrolitdir yaza bilərik. Z isə zəif elektrolitdir. Elektrik cəryanını zəif keçirir. Y isə elektrolit. Y isə elektrik cəryanını yaxşı keçirə bilir. Bu az keçirir Z, o birisi isə yaxşı keçirir Y. Buna nümunə kimi də yaza bilərsiniz. Bayaq dediklərim elə. Metasilikat turşusu yaza bilərsiniz. Çöküntüdür. Turşular bölməsinə uyğun olaraq. Çöküntüdür. Elektrik cəryanını keçirmir. Qüvvətli elektrolit, məsələn, H2SO4-dür. Elektrik cəryanını yaxşı keçirir. Zəif elektrolit. Burada elə sizdə asetat turşusu verilmişdi. Onu da yaza bilərsiniz. CH3, COH ola bilər Z. Belə. Bəzən uşaqlar rəylərdə yazırlar ki,
Müəllim yaxşı yazın, nə bilim, mən köçürdə bilmirəm, nə edə bilmirəm, başa düşmürəm. Bu izah elədim, onsuz da başa düşmürsünüzsə, bunun köçürtməyə heç bir mənası yoxdur. Başa düşmədiyinizi etik çərçivə daxilində rəydə yazıb deyə bilərsiniz. Rəydə, yəni YouTube-un elə bir özəlliyi var ki, biz səslə göndərə bilirik. Bəzən səslə izah eləmək lazım olur, bəzən yazı ilə də izah eləmək kifayətlənirik və ya da reaksiya da nədir, nümunədir. Rəydə də izah vermək olur. Yəni burada artıq yəni köçürmək üçün gələn onsuz da buna qulaq asmır və onda mənim yazdığım əlbəttə ki, ona qaranlıq qalacaqsa, o sona çevirir və sadəcə son hissəyə baxır. Ona görə də bu yazdığımı başa düşmür. Buna qulaq assız amma özünüz rahatlıqla yaza bilərsiniz. Heç çətin bir şey də yoxdur burada. Öyrəndiklərinizi yoxlayın hissəsinə baxırıq. Deməli, nitrat, karbonat, sirkə turşularının turşu qalıqlarını, həmçinin onlara uyğun anionların yükünü müəyyən edin. Deməli, nitrat turşusu, turşu qalığı. Biz nə demişdik? Turşular deməli ibarətdir hidrogendən və ona birləşmiş atomlar qrupu da turşu qalığı adlanır. Turşu qalığı burada olur NO3 mənfi. Anionun yükün, baxın, hidrogenin sayına görə müəyyənləşirsiniz. Anion da mənfi yüklüdür. NO3 mənfi yazırsınız. Hidrogen sayı 1-dir. 1 olanda bir mənfi yazmırıq da, sadəcə mənfi və yaxud da müsbət yazırıq. Kation da müsbət olur, anion da mənfi. Deməli, turşu qalığını yazıq, onlara uyğun anionların yükünü müəyyən. NO3 mənfidir burada. Karbonat turşusuna baxaq. H2SO3. Burada turşu qalığı, həmçinin anionu qeyd edirik. Hidrogen sayını nə görürsünüz? 2. Deməli olacaq bu CO3 2 mənfi. Anionun da yükünü yazdıq. Və sirkə turşusu. Sirkə turşusu fərqlidir. CH3COH. Burada baxın, burada da hidrogen var. Bu hidrogen deyil burada əsaslı müəyyən etdiyimiz. Budur. Buna birləşən turşu qalığı hissəsi, CH3COO mənfidir. Bu üzvü turşudur. Yəni bizim yazdığımız qeyri-üzvü turşulardan fərqli olur bunların quruluşu. Burada əsaslı müəyyən edən COH qrupundakı hidrogendir. Bu da deməli anion hissəsi olur CH3COO. Sonra ikinci suala baxaq. H-xloro2, H2SO4 turşularının molekul quruluşlarını təsvir edin və onların əsaslığını quruluşları ilə əlaqələndirin. Deməli, əvvəlcə H-xloro2-nin quruluşunu yazaq. Buradakı hidrogen oksigenlə birləşir. Bu oksigen də mərkəzi atomla, yerdə qalan neçə oksigenimiz oldu? Bir dənə oksigenimiz oldu. O da 2 valentli olduğu üçün 2 xətt çəkilir burada. Bu orada xəttlər valentliyi bildirir. Deməli, bu H-xloro2-nin molekul quruluşudur. Əsaslığını quruluşlarla əlaqələndirin. Burada baxın, yaza bilərsiniz. Hidroksid qrupunun sayı bir dənədir. Əsaslığı 1. Qısa şəkildə belə yaza bilərsiniz. Uzun uzaqda yaza bilərsiniz ki, mənizə rahatsa. Sonra H2SO4-ə baxaq. Burada hidrogenlər oksigenlərlə birləşir. Oksigenlər kükürdlə. Yerdə neçə oksigenimiz qaldı? Baxın, ikisini birləşdirmişik burada. İkisi də qaldı. 2 valentli olduğu üçün 2 xətlə birləşdirdik. Burada isə hidroksid qrupu sayı neçədir? 2 dənədir. Yenə burada yazırsınız. Hidroksid qrupu sayı 2 dənə. Əsaslığı da olacaq 2. Üçüncü suala baxaq. Bu da nəzəri sualdır. Elektrolitik dissosiasiya nədir? Maddənin suda məhlulda ionlarına ayrılma prosesidir. Bir nümunə üzərində elektrolitik dissosiasiya hadisəsini izah edin. Məsələn, nitrat turşusu üzərində nitrat turşusu məhlulunu götürsək, bu ionlarına elektrik verdikdə ionlarına ayrılır. Hidrogen müsbət və NO3 mənfi ionlar. Bu da elektrolitik dissosiasiyaya nümunə. Nitrat turşusu məhlulu elektrik cərəyanı keçirmi? Cavabınızı əsaslandırın. Bəli, keçirir. Burada yuxarıda başqa nümunə də deyə bilərsiniz. Məsələn, yuxarıda sizə verilən H3PO4 idi. Aşağıdakı sualın eyni olduğu üçün burada dəyişək.
Bunu birbaşa yazsaq, əslində 3 mərhələdə gedir dissosiasiyası, 3 əsas olduğu üçün. Üstəgəl PO4 3 mənfi. Bu nümunəndə yaza bilərsiniz. İyonlarına ayrıla bilirsə, bu elektrolitik dissosiasiya prosesidir. 4-də isə deyir, neytrat turşusu məhlulu elektrik cərəyanı keçirilmə. Bəli, keçirir yazırsınız, çünki nitrat turşusu məhlulu dissosiasiya uğraya bilir, iyonlarına ayrıla bilir, ona görə də elektrik cərəyanı keçirə bilir. Bu da bizim cavabımızın əsaslandırılması. Belə, bu qədər elektrolitik dissosiasiyasının tam dolğun tərifində buradan köçürdüb yaza bilərsiniz. Maddələr suda əldə etdikdə və ya əritdikdə onların iyonlarının ayrılması prosesidir. Əritdikdə necə olur? Buna da nümunə deyim. Məsələn, natrium xlor. Bunu əridəndə bu da iyonlarına ayrılır. Natrium üstəgəl xlor mənfi. Həmçinin bu suda həll etdikdə də dissosiasiya olur, iyonlarına ayrılır. Burada da ayağında ərinti yazılır, bunu bildirmək üçün. Bərk halda, misal üçün, biz adi şəraitdə evdə, məsələn, duz görürük də. Bu, əlbəttə, iyonlarına ayrılmayacaq, elektrik keçirməyəcək. Çünki bərkdir də elektrik necə keçsin? Kristal quruluşuna görə də orada daha çox. Əridanda amma elektrik cərəyanı axınla gedir də. Oradan bilə bilərik. Bu qədər. Sağ olun, salamat qalın.